فكيف إذا جئنا من كل أمة بشهيد وجئنا بك على هؤلاء شهيدا Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiyai vəl mursalin. Nəbiyyina Muhammedin və alə alihi və sahbi əcməin. Əmmə bəq. Əziz qardaşlarım və bazlarım. Bir qısa faydanı istəyirəm ki, sizinlə paylaşım. Bu da Allahın insanı nə üçün yaratması barədədir. Əslində bugün insanlardan soruşanda çoxsu bu sualın cavabını bilmir. Lakin bir müsəlman olaraq Peyğəmbərimizin ümməti olaraq bunu hər birimizin bilməsi vacibdir. Çünki biz bu dünyaya uca bir məqsəd üçün gəlmişik. Və əgər bu məqsədi bilməsək, biz o yaradılış məqsədimizi yaşaya bilməyəcəyik. Və bizim düşmənimiz olan şeytan bizi azdıracaq. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Ləv ənzəlnə həzəl Qur'an alə cəbəlin lərəaytəhu xaşi'an mutasaddian min xəşyətillah." Əgər biz bu Quranı dağa nazil etsəydik, sən onu Allahın qorxusundan parça-parça olduğunu görərdin. Subhanallah. Amma əslində Quran insana nazil olub. Əslində Quranda olan bütün Allahın insanı təhdid etməsi və müjdələməsi hamısı insana aiddir. Lakin insan baxırsan ki, Qurandan qaçır. Əslində insan Quranı oxuyanda qorxmalıdır. Qorxmalıdır ki, qabaqda onu nələr gözləyir. Və bu barədə bir neçə sizə ayə oxuyacağam Allahın izni ilə. İnsan birinci növbədə bilməlidir ki, Allah onu başlı başına yaratmayıb və onu sərbəst buraxmayıb ki, nə istəyirsə eləsin. Allah buyurur ki: "Əyəhsəbul insanu ən yutrəkə sudə?" Yoxsa insan başlı başına buraxılacağını mı güman edir? Yəni elə bilir ki, nə istəsə eləsin, bunun haqq hesabı yoxdur. Xeyr. Əksinə bizi qabaqda əzəmətli bir gün gözləyir. Və insan uca bir məqsəd üçün yaradılıb. O da nədir? Allaha ibadət etmək. Allah Subhanahu taala buyurur ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdım. Və ibadət də nədir? Allahın sevdiyi və razı qaldığı əməllərə ibadət deyilir. Və bu ibadəti həyata keçirmək üçün biz mütləq Peyğəmbər sallallahu aleyhi və səlləmə təslim olmalıyıq. Onun gətirdiyi yolun üzərində olmalıyıq. Allah Rəsulu barədə Allah Subhanahu taala buyurur ki: "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullahu və yaghfir lakum zunubakum." De, Allah Subhanahu taala peyğəmbərə deyir. De, əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin. Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Yəni, Allahın sevgisini qazanmaq istəyirsə insan, mütləq Peyğəmbər sallallahu aleyhi və səlləmə təslim olmalıdır. Və insan bu ibadəti ölənə qədər yerinə yetirməlidir. Necə ki, Allah Subhanahu taala bu barədə buyurur ki: "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Sənə ölüm gələnədək Rəbbinə ibadət elə. Bu ölüm də elə bir şeydir ki, qardaşlar, bacılar, bundan qaçmaq mümkün deyil. Sən hara getsən də gezi tezi o səni haqlayacaq. Cavan, qoca, yaşlı, uşaq, ölüm üçün fərqi yoxdur. Vaxtı var. Allah yanında hər kəsin təyin olunmuş bir vaxtı var. O vaxt çatdığı zaman sən harda olursan ol, o sənə gəlib çatacaq. Necə ki, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Eynəmə təkunu yudrikkumul mevtu və lev kuntum fi burucin müşəyyedə." Harada olursunuzsa olun, hətta əl çatmaz qalalarda olsanız belə, yenə də ölüm sizi gəlib haqlayacaq. Ölüm sizə çatacaq. Ona görə də insan bu ölüm gəldiyi zaman peşman olmamalıdır. Lakin insanların çoxsu ölüm gəldiyi zaman peşman olacaq. Və Allah Subhanahu taala o peşman olan insan üçün Quran-ı Kərimdə nə buyurur? Hətta izə cəə əhəduhumul mevtu qalə rabbirci'un la'alli a'malu salihan fīmə tərakt. Allah Subhanahu taala buyurur ki, o insan ki, dünyada Allahın ibadətini yerinə yetirməyib, o ölüm gəldiyi zaman ayılacaq və deyəcək ki, nəhayət onlardan birinə ölüm gəldiyi zaman deyəcək ki, ey Rəbbim məni geri qaytar.
bəlkə tərk etdiyim yaxşı əməlləri indi edəm. Yəni o ibadətləri indi yerinə yetirim. Lakin bu da yəni ki, belə deyək də, insanın boş bir xəyalıdır. İnsanın bir boş sözüdür. Çünki oradan artıq heç kəs qaytarılmayacaq. Və ondan sonra dəhşətli bir gün başlayacaq. Dəhşətli bir həyat başlayacaq. Qəbr əzabı, bərzəx həyatı, ta ki insan qiyamət günü dirildənə qədər. Və sonda Allah Subhanahu taala onu diriltdiyi zaman insanın əməl dəftərlərini onun qabağına qoyacaq. Və ona deyəcək ki, "Vudi'al kitabu fataral mujrimina mushfiqina mimma fihi və yaquluna ya vaylatana ma li hazal kitabi la yughadiru saghiratan və la kabiratan illa ahsaha." Yəni hər kəsin kitabı qarşısına qoyulacaq. O əməl dəftərləri, dünyada elədiyi əməllər. Və onda sən günahkarları orada yazılmış olanlardan qorxduğunu görəcəksən. Günahkar orada görəcək ki, nələr yazılıb orada onun üçün və özü özünə deyəcək ki, vay halımıza, bu necə bir kitab idi, nə kiçik, nə də bir böyük günahı buraxmayıb, hamısını sahib yazıb bura. Yəni, mümkün deyil ki, nəsə Allahın nəzərindən qaçsın. Allah Subhanahu taala hər şeyi qeyd edib insansın və insana sadəcə onu oxuyub peşman olacağı qalacaq. Ona görə insan o günün dəhşətindən qorxmalıdır. Və o günün bəzi vəsfləri gəlib Qurani Kərimdə. O gün heç nə insana fayda verməyəcək. Allah Subhanahu taala buyurur ki: "Vattaqu yawman turja'una fihi ila Allah, thumma tuwaffa kullu nefsin ma kasabat və hum la yuzlamun." Allahın huzuruna qaytarılacağınız gündən qorxun. Sonra hər kəsə qazandığının əvəzi veriləcək və onlara heç bir zülm olunmayacaq. Və başqa ayda Allah Subhanahu taala buyurur ki: "Vattaqu yawman la teczi nefsun an nefsin şey'a və la yuqbalu minha şefa'atun və la yu'xazu minha adlun və la hum yunsarun." Qorxun o gündən ki, o günün dəhşətini Allah insana xatırladır ki, o gün heç kəsə fayda verməyəcək. Heç kəsdən şəfaət qəbul olunmayacaq və heç kəsdən bir fidyə alınmayacaq və onlara kömək göstərilməyəcək. Yəni kimsə kiməsə gedib o gün kömək eləyə bilməyəcək. O gün insan anasından, atasından qaçacaq. O gün insan öz sahib olduğu həyat yoldaşından, övladlarından qaçacaq. O gün insana heç kəs kömək eləməyəcək. İnsan nəsə bir malından fidyə verib cəhənnəmdən qurtara bilməyəcək. Əksinə o günün qorxusu dəhşətlidir. Allah buyurur ki: "Fəkeyfə təttəqunə in kəfərtum yawman yec'alul vildana şi'bə." Allah Subhanahu buyurur ki, əgər küfr etsəniz, uşaqların saçlarının ağardan bir gün qiyamətin o əzabından özünüzü qoruyacaqsınız. Yəni o gün körpü uşaqların səsi ağaracaq. O gün o günün qorxusundan, o günün dəhşətindən körpü uşaqların səsi ağaracaq. Və o gün günahkar nə deyəcək? Allah Subhanahu taala buyurur ki, günahkar deyəcək ki, yəni məni deyir cəhənnəmdən çıxardın, fidyə verim neyi? Öz oğullarımı və sahibətihi və əxi, zövcəmi və qardaşımı və fədilətihi ləti tu'vi, yəni çətin gündə ona sığınacaq verən qohum əqrabasını və mən fil ərdi cəmiən, yəni yer üzərində hər bir şeyi verin fidyə ki, o gün qurtarım oradan. Yəni təsəvvürlə insan öz ailəsini atmaq istəyəcək cəhənnəmə ki, oradan qurtarsın. Və həmçinin də Allah Subhanahu taala o gün bütün dostların düşmən olacağını bildirir. Allah Subhanahu taala buyurur ki: "Əl-əxilləu yevmə izin ba'duhum li ba'din aduvun illəl muttaqin." O gün Allahdan qorxanlardan başqa, dünyada Allahdan qorxub ibadət eləyənlərdən başqa bütün dostlar bir-birinə düşmən olacaqlar. Yəni heç bir dost heç bir dostun arxasında dayanmayacaq o gün. Hər kəsdən qaçacaq, heç kəsi müdafiə eləməyəcək. Və başqa bir yerdə Allah Subhanahu taala buyurur ki: "Hətta izə mə cəuhə şəhidə aleyhim səm'uhum və əbsaruhum və culuduhum bimə kanu ya'malun." Nəhayət, yəni insan deyir cəhənnəmə gətiriləcəyi zaman insanların deyir qulaqları, gözləri, dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik eləyəcəklər. Subhanallah, baxın, insanın əzalarını Allah Subhanahu taala danışdıracaq o gün. İnsanın əzaları onun əleyhinə şahidlik eləyəcək. Onun dərisi, qulağı, gözü, hamısı deyəcək ki, sən bu olmusan. İnsan heç neydə özü müdafiə edə bilməyəcək. Və başqa ayda Allah Subhanahu buyurur ki: "Və qalu li culudihim Limə şəhidtum aleyna qalu əntəqanəllahu ləzi əntəqa kullə şey və huvə xaləqakum
əvvələ mərrah və iləyhi turcaun. Allah buyurur ki, insanlar öz dərilərinə deyəcəklər ki, nə üçün əleyhimizə şahidlik edirsiniz? Yəni, öz dərisi deyəcək ki, sən bu idin. O da deyəcək ki, niyə mənim əleyhimə sən şahidlik edirsən? Və Allah Subhanahu taala buyurur ki, dərilər onlar deyəcək ki, dəriləri bizi hər şey danışdıran Allah danışdırdı. Yəni, Allah insanın şahidliyi üçün onun əzalarını belə danışdıracaq, subhanallah. Və başqa ayədə Allah Subhanahu taala buyurur ki, Quran-ı Kərimdə ki, insanın o gün başqa vəsflərini zikr edir Allah Subhanahu taala və buyurur ki, "Əl-yevmə nəxtimu alə əffahihim və nukallimuna əydihim və təşhədu ərculuhum bimə kənu yəksibun." Bugün onların ağızlarına möhür vurarıq, qazandıqları barəsində onların əlləri bizimlə danışar, ayaqları da şahidlik verər. Yəni, insanın ağzından Allah Subhanahu o gün möhür vuracaq ki, danışma, özü müdafiə eləmə və onun başqa əzalarını danışdıracaq. Onlar hər şey deyəcəklər və əl deyəcək ki, sən mənimlə bunu elədin. Ayaq deyəcək ki, sən mənimlə bunu elədin. Və sonda, əziz bacı və qardaşım, bilmək lazımdır ki, Allah Subhanahu taala Quran-ı Kərimdə bizə bildirir ki, iblis Allaha bildirir ki, sən qullarının çoxsunu şükür edən görməyəcəksən. Şükür nədir? Əslində şükür ibadətdir. Yəni, Allah sənə əzaları verib ki, sən onu, o əzaları, o neymətləri, Allahın neymətlərini onun yoluna sərf eləyəsən, ona ibadət eləyəsən. Lakin baxırsan, bugün insanların çoxsu Allaha naşükürlük eləyirlər. İnsanların çoxsu Allaha asilik eləyirlər. Lakin o gün gəlməmişdən qabaq insan ayrılmalıdır. Yoxsa insan öləndə ayılacaq, onda da gec olacaq. Allah bizə eşitib faydalananlardan eləsin. Düzün Allah bilir. Və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və sahbə ecmain.